Bu sənətin tarixi kökləri qədim şamanlara kimi gedib çıxır. Lakin günümüzdə üzdə boyama kimi tanınan face art sənəti daha çox uşaqlar arasında populyardır. Müxtəlif rənglərin ahəngindən ortaya çıxan fərqli dizaynlar xüsusi alətlər vasitəsilə yaradılır. Burada isə ən çox diqqət ediləsi məqam bu alətlərin təmizliyi, gigiyenik təhlükəsizliyidir. Çünki söhbət uşaqların sağlamlığından gedir. Ən çox qızlara daha çox maraqlıdır və 6-8 yaş arası. Bu yaşda uşaqlar üçün çox maraqlıdır. 12-13 yaşda uşaqlar çox istifadə eləmirlər, daha çox onlara uşaq kimi gəlir. Təhlükəsizdir və allergiyaya qarşı olan boyalardır. Tərkibi təbiidir. Qətiyyən 3 yaşdan aşağı uşaqlara istifadə eləmək olmaz. Amma 3 yaşından sonra tamamilə zərərsizdir. Təhlükəsiz boyalardan istifadə eləsinlər. Fırçalara, zərlərə, ümumiyyətlə təmizliyə çox gigiyenik qaydalara çox riayət eləsinlər. Üzüm boyalarla bəzədilməsi üçün istifadə olunan fırça və süngər də xüsusi seçilir. Bütün bu ləvazimatlar isə daha çox digər ölkələrdən sifarişlə gətirilir. Yüksək zövq, rəssamlıq bacarığı tələb edən bu sənət son zamanlar yalnız uşaqlar arasında deyil, fərqli yaş kateqoriyalarından olan insanlar arasında da populyarlıq qazanıb. Ötən illərə nəzərən son illərdə böyüklər üçün maraq daha çox artıb. Halloween partilərində, neon partilərdə, ad günlərində, bir çox tədbirlərdə böyüklərlə rastlaşıram və uşaqlardan daha çox maraqlıdır onlara. Hər zaman bir söz deyirlər ki, bizim uşaqlığımızda yox idi belə boyalar, belə üz rəngləmələri face art. Face artın sehirli toxunuşu, gözəlliyi ilə yanaşı, əyləncə dolu anlarda yaşadır. Nigar Babayeva, Emin Tağıyev, Telesəhər.